Peki, menülerin açılışındakı uyğunluğu müəyyən edin. Deməli, uşaqlar, view açılanda hansı sahə görünür? Deməli, B sahəsi görünür. Çünki view görünüşlə bağlı parametrlərdir. Large, medium, small isə o bir iş masasındakı obyektlərin görünüş rejimləridir. Ona görə 2-yə B bəndi uyğun gəlir. Sort by sıralamadır. Deməli, iş masasındakı verilənlər 4 parametrə əsasən sıralanır. Name, size, type və date modify. Ona görə 1-ə D bəndi uyğun gəlir. Ondan sonra 3 new'dur. New yeni element yaratmaq üçündür. İş masasında yarada biləcəyin elementlər nələr ola bilər? Deməli, qovluq ola bilər, qısa yol ola bilər, fayllar ola bilər. Buna uyğun variant hansı olacaq? C bəndi. Deməli, 3-ə də C bəndi uyğundur. Sonra 3-cü sualda. Bir şey sorayım. Burada bir folder. Üzr istəyirəm. Mən səpərə düşüb baxmışam. Üçüncü sualda. İş masasının kontekst menüsünə aid olmayanı seçin. İş masasının kontekst menüsü baxın, üzərində sağ düyməsi və açılan bu menüdür. Deməli, view görünüş rejimləri, həmçinin iş masasındakı obyektlərin avtomatik sola nizamlanması, iş masasındakı elementlərin görünüb görünməməsi, ondan sonra iş masasındakı elementlərin müəyyən parametrlərə əsasən sıralanması, yenilənməsi, ondan sonra mübadilə buferinə köçürülmüş elementlərin yapışdırılması, qısa yolun yapışdırılması, əməliyyatların ləğv edilməsi və yaxud da bərpası, iş masasında yeni obyektlərin yaradılması, parametrlərin sazlanması və personalize pəncərəsinə keçid. Deməli, uşaqlar, indi baxaq. Dağınıq şəkildə yerləşmiş obyektləri səliqəli şəkildə düzləndirmək mümkündür. VMware-nin müvafiq alt əmri ilə. İş masasındakı açıq pəncərələri pilləvari yığmaq. Uşaqlar, bu iş masasının yox, tapşırıqlar panelinin kontekst menüsündəki Cascade Windows əmridir. Ona görə bunu iş masasına aid edə bilmərik. İş masasında eyni obyektlərin yaradılması, yeni obyektlərin yaradılması düzdür. Yeni şriftin daxil edilməsi. Baxanda biraz yanlış kimi gəlir, amma həqiqətən də biz personalize daxil olsaq, personalize bölməsində deməli font əmrini görəcəyik. Deməli, font vasitəsilə də yeni şriftlər daxil edə bilərik. Ona görə də deməli, nə olacaq? D bəndi düz olacaq. Sonra sürəti çıxılmış obyektlərin yapışdırılması PSVM mümkündür. Yəni, ona görə də 3 də doğrudur. Sonra keçirəm 5-ci suala. 5-ci sual, ümumiyyətlə, bu pəncərə hardan açılır? Baxın, tapşırıqlar panelinin sağ tərəfində Action Center deyə düyməmiz vardı. Həmin düyməyə klik edəndə fəaliyyət mərkəzinə Action Center bölməsinə keçid baş verir. Baxın, eyni oxşar şəkildir. Bəs mən bu bölməni klaviaturadan necə aça bilərəm? Elə öz adına uyğundur. Win A vasitəsilə aça bilirəm. Yəni, bu şəkildə açmaq mümkün olacaq. Ondan sonra Sonra 7-ci suala baxıram. 7-ci sualda. Peki tələbə magistr qovluğundakı informatika adlı faylı seçib Ctrl-X sıfır. Yadımıza salaq görə Ctrl-X nə iş görürdü? Deməli, cut əmrini icra edirdi. Düzdürmü? Bunu buradan yadımıza saldıq. Ctrl-X nə edirdi? Cut əmrini icra edirdi. Ondan sonra, daha sonra 12 fayldan ibarət olan bu sınaq qovluğudur. İçində 12 dənə fayl var. 12 fayldan ibarət sınaq qovluğunu daxil olaraq 4 dəfə Ctrl-V sıfırsan. Amma biz cut-la bağlı belə bir prinsipimiz vardı. Cut edilmiş obyekt bir dəfə yapışdırılır. Ona görə nə olacaq? Bir dənə fayl əlavə ediləcək. Bir də uşaqlar, ən son hansı fayl əlavə edilibsə, həmin fayl seçilmiş olur. Yəni, elə bil 13 dənə element oldu və bunlardan bir dənə fayl, həmin əlavə edilmiş fayl seçilir. Daha sonra isə Home menüsündən Inverse Selection əmri icra edilir. Inverse neyinir? Seçilmiş və seçilməmişlərin yerini dəyişir və bu zaman nə baş verir? Bir fayl qalır, yerdə qalan 12 fayl seçilir. Ona görə də nəticədə neçə fayl seçilmiş olur? Elə 12 dənə fayl seçilmiş olur. Sonra ona qədər baxıram ki, başqa nömrə yazan yoxdur. İndi 10-dan 20-yə qədər suallarınızın nömrələrini yazın, qeyd edin.
Hı hı. Tamam. Deməli 13-cü suala baxıram. 13-cü sualda deyir, iş masasının kontekst menyusunun hansı əmri vasitəsilə ekrandakı obyektləri sola düzləndirmək və ölçüsünü dəyişdirmək mümkündür. Obyektlərin düzləndirilməsi və görünüş rejimlərinin dəyişdirilməsi view əmrinin alt əmrləri ilə mümkündür. Large, medium, small görünüş formalardır. Alt arrange icon isə bütün obyektlərin iş masasının sol tərəfinə düzləndirilməsini təmin edir. Ona görə 13-cü sual üçün doğru cavabınız A bəndi olacaq. 7-ni başa düşmədin Arzu. Bax, Arzu, bax, belə başa salım da sənə. Prosta məndə sırf eyni sayda olmayacaq. Bax, məsələn, File Explorer qovluğundakı bir dənə faili seçirəm. Daha sonra bunu cut əmri icra edirəm, yəni kəsirəm. Daha sonra gəlirəm copy and cut qovluğuna. Burada 23 dənə element var hal-hazırda. Və mən klaviaturadan Ctrl-V icra edirəm. Bu zaman nə baş verir? Hayda, həmin obyekt əlavə edildi. Obyekt seç. Və kəsir 8 seçim, cut edirəm. Və gəlirəm copy and cut qovluğuna. Və daha sonra paste əmrini icra edirəm. Bu zaman həmin əlavə etdiyim obyekt bura əlavə edilir. Və ən son hansı obyekt əlavə etmişəmsə görsən o seçilmiş olur. Sonra inverse selection icra edəndə həmin obyekt qalır, yerdə qalan qovluğun özündə olan 24 dənə obyekt seçilmiş olur. Yəni bizdə də qovluq daxilində 12 element var idi və Ctrl-V deyəndə əlavə bir dənə fayl əlavə edildi. Inverse selection ilə o 11 fayl kənarda qaldı. Qovluqda qalan 12 fayl seçildi və seçilmiş fayl sayı ona görə 12 dənə oldu. Sonra 14-cü sual. Uşaqlar, deməli pəncərənin nizamlanma əmrləri cascade pilləvari formada üst-üstə yığılır. Yəni pilləvari formada üst-üstə yığılması hansı əmrdə əks etdirilir? Deməli D bəndində açıq pəncərələr pilləvari formada üst-üstə yığılır. Yəni 1-ə D bəndi uyğundur. Ondan sonra stack nə edir? Üfüqi şəkildə bərabər paylanmış şəkildə əks olunur. Ona görə 3-ə A bəndi uyğun gəlir. 2-də show windows side by side açıq pəncərələrin yanbayan əks olunmasını təmin edir. Ona görə də 2-yə Y bəndi uyğun gələcək. Sonra 12-ci sual. Deyək ki, Windows 10 əməliyyat sistemi haqqında doğru fikirləri müəyyən edin. Copy to əmrindən söhbət gedir. Uşaqlar, baxın, biri var copy. Copy öz mübadilə buferinə köçürür failin və ya da qovluğun sürətini. Amma copy to mübadilə buferinə köçürmədən obyektin yerini sürətini köçürür və yaxud da yerini dəyişir mutlu. Deməli, copy to nə edir? Mübadilə buferindən istifadə etmir. Amma birdə mübadilə buferindən istifadə olunur yazılır. Buna görə bir səhvdir. Pass rejimində bütün fayl obyektlərin piktoqramları orta ölçüdə görünür və onların hər birinin tip və ölçüləri obyektin sağ tərəfində əks olunur. Bu tiles görünüş rejimidir. Baxın, tiles görünüş rejimində obyektlər orta ölçüdə olur və onlar haqqındakı məlumatlar obyektin sağ tərəfində əks olunur. Yəni ona görə 2 doğrudur. Cascade Windows'da pəncərələr pilləvari formada üst-üstə yığılır, düzdür? Uşaqlar, bu not proqramı ilə adından da məlum olduğu kimi qeydlər üçündür. Amma burada isə nə deyir? Deyir ki, ekran hər hansı bir səsinin şəklini çəkir. Biz bunu snipping tool proqramı ilə edə bilirik. Sonra obyekti kontrol düyməsi vasitəsilə sürükləyəndə qısa yol, yarlıq yox, sürəti köçürülür. Ümumiyyətlə, obyektləri kontrolla sürükləyəndə sürəti yaradılır, shiftlə sürükləyəndə yeri dəyişir, alt düyməsi ilə sürükləyəndə qısa yol yaradılır, həmçinin Ctrl Shift ilə sürükləyəndə də qısa yol yaradılır. Ona görə 5 də buna görə səhv olmuş oldu. On dördün cavabını səhv veriblər. Nətər? 1-ə dedi, 2-yə 7. Yox. Sadədir. Bedir də. Deməli, 2-yə 7,
3'ə də A-dır. Baxaq görək hardadır. 1-ə D, 2-yə Y, 3-ə də. Cavab B bəndidir də. Nə veribdir cavabda? B yazıblar. B'dir Düz cavab. da B'dir. Ülker biz də B almışıq. Sən bəlkə fikir verməmsən nömrələnməyə. 1-dir, 3-dür, 2-dir. Sən də sağ ol Ülker. Sonra növbəti 14-dən sonra 16-cı, 17-ci və 18-ci suallar var. Deməli 16-cı suala baxıram. Seçilmiş obyektin xüsusiyyətlər pəncərəsi alt enterlə açılır. Xüsusiyyətlər pəncərəsi uşaqlar propertiesdir. Və bu kontekst menüdən də daxil ola bilir. Bu pəncərədən söhbət gedir. Bunu da alt enter vasitəsilə açmaq mümkündür. Sonra 17. Yanlış variantı seçin. Uşaqlar, bu sualda da məncə problem var idi. Dəqiq baxın. Gizli obyektlərin görünüb görünməməsi File Explorer proqramının fayl tabı vasitəsilə təmin etmək Məncə mümkündür. D arası ikisi də eynidir. Çünki mən də onu yazmışam. Sonra baxdım ki, cavab D-dir. İstənəm bir dəqiqə. Bu sualda mən hansı düzdür variantların? Gizli obyektlərin görünüb görünməməsi File Explorer proqramının fayl tabı vasitəsilə təmin edilir. Bu düzdür. Həqiqətən də baxın, fayl menüsünə daxil olsanız, burada options var. Options, folder options dialog pəncərəsini açır və burada view pəncərə əlavəsində don't show hidden file gizlədilmişləri göstərmir. Show hidden file gizlədilmiş fayl və qovluqları göstərir. Ona görə bir düz, A bəndi düzdür. Gizli obyektlərin görünüb görünməməsi File Explorer pəncərəsinin view tabı ilə də təmin edilir. Bu da bəli düzdür. Həqiqətən də view tabında deməli hidden item səviri var. Bu gizlədilmiş obyektləri göstərir. Windows-un əməliyyat sisteminin obyektləri gizlətmək üçün obyektin kontekst menüsündən properties əmrinə daxil olmaq lazımdır. Bu da doğru fikirdir. Niyə üçün doğrudur? Çünki properties pəncərəsinə daxil olanda properties pəncərəsində attribut adlı sahə var. Attributlardan hidden attributunu tətbiq edib təsdiqləsəniz, bu zaman nə baş verəcək? Deməli, obyektlər gizlədiləcək. Sonra deməli, deyək ki, Windows-un əməliyyat sistemində obyektlərin gizlədilməsi home tabı vasitəsilə təmin etmək olur. Bunu səhv götürüblər, amma əslində D bəndi də düzdür. Çünki mən File Explorer'də home tabında yenə properties əmri var axı. Properties'e daxil olanda yenə buradan hidden attributu tətbiq edə bilirəm. Yəni ona görə bu da düz olacaq. Efendim, Windows-un əməliyyat sistemində obyektlərin gizlədilməsi File Explorer proqramının view tabı vasitəsilə təmin edilir. View tabını da göstərdim, bu da düzdür. Yəni uşaqlar, bu sualda səhv cavab yoxdur. Sonra 18-ci suala baxıram. Kompüterdə icra olunan əməliyyatların hər birini şəkil formasında bir arxivin daxilində yadda saxlayır. Bu Steps Recorder proqramını həyata keçirir. Steps Recorder proqramı Windows Accessories qovluğuna daxil olan bir proqramdır. Deməli, Windows Accessories proqramına daxil olduğu qovluğuna Steps Recorder-i açıram və rekorda başlayıram. O zaman mən müvafiq olaraq hansı pəncərələrə daxil olsam, həmin pəncərələr yadda saxlanılır. Və stop deyəndə görəcəksiniz ki, belə bir fayl açılır. Görəcəksiniz ki, bax, mənim daxil olduğum pəncərələrin şərti əks olunur və bu bir arxiv faylı olaraq yadda saxlanılır. Belə. Ona görə də cavab B bəndidir. Sonra 20-yə qədər başqa sualımız qaldı mı görüm? Qeyd etdiyimiz 20-yə qədər başqa sual yoxdur uşaqlar. İndi 20-dən 30-a qədər suallarınızı qeyd edin, zəhmət olmasa.
21, 23, 24, 20. Deməli, arzu 20-ci sualda deyir ki, şəkildə hansı ayrı funksiya verilib? Ayrı-filik funksiyası verilib. Ayrı-filik funksiyası alt tabla işarə olunub və görsən eyni tipli bir pəncərə açıldı. Deməli, nə olacaq? Ayrı-filik funksiyası olacaq arzu. Sonra 21-ci suala baxın. Deməli, Windows 10 əməliyyat sistemində hansı halda mübadilə buferi istifadə olunmur? Deməli, ümumiyyətlə mübadilə buferi cəmi iki halda istifadə edilir yoldaşlar. Kat və kod əmrlərində. Bir də ki, obyektin ümumi pəncərənin ekran şəklində mübadilə buferinə göndərəndə da mübadilə buferinə saxlanılır. Deməli, copy-də icra olunur. Amma biz demişdik ki, bayaq copy to move-da mübadilə buferindən istifadə etmir. Yəni, cavab B-dir. Print screen də düzdür uşaqlar. Print screen ekran görüntüsünü mübadilə buferinə köçürür. Kat yerini mübadilə buferinə dəyişir. Win Shift S də elə print screen əmri ilə eyni işi görür. Yəni, ekran görüntüsünü mübadilə buferinə göndərir. Aslında, yəni bunlar düzdür. Sonra 22-ci sualda File Explorer-də pəncərəsində seçilmiş faylı açmadan onun məzmununa baxmaq istəyirsənsə, deməli sən Preview Pane panelini açmalısan. Preview Pane panelini açmaq üçün View tabında Pane link qrupundakı Preview Pane əmrini icra edirsən və bu zaman faylı açmadan faylın məzmununa baxa biləcəyin panel açılır. Yəni buna görə də doğru cavabım nə olacaq? Deməli View tabındakı Preview Pane olacaq. Sonra 23-cü sual. Windows 10 əməliyyat sistemində download qovluğunda yerləşən faylı, başqa bir qovluqda yerləşən faylı qısa yolunu iş masasına yaratmalısan. Ctrl düyməsi sıxılı bir vəziyyətdə demişdik ki, bu sürətini yaradır. Ctrl Shift düzdür. Faylın kontekst menüsündəki Send to da düz olacaq. Çünki biz faylın kontekst menüsündə Send terminə daxil olanda Desktop Create shortcut var. Yəni iş masasına qısa yolu yaradan müvafiq əmr var. Faylın üzərindən mouse'un sol düyməsini sıxıb sürükləmək bu yanlışdır. 5 də uşaqlar yanlışdır. Deyəcəksiniz ki, müəllim, nəyə yanlışdır? Qısa yol deyir axı. Uşaqlar, burada söhbət iş masasına qısa yolu yaratmaqdan gedir. Downloadda sən sağ düymə sıxıb Create shortcut deyəndə elə download qovluğun içərisində həmin faylın qısa yolunu yaradacaqsan. Ona görə də deməli 5-i səhv götürəcəm. Çünki məndən iş masasında qısa yol yaratmağımı istədi. Cavab sadəcə 2 və 3 olacaq. Sonra 24-cü suala baxıram. 24-də aşağıdakı şəklə uyğun düzgün fikirləri seçin deyir. Tapşırıqlar paneli ekran təyin edilmiş küncünə kilidlənir. Baxın uşaqlar, kilidlənib Fluxed taskbar düzdür. Tapşırıqlar paneli iş masası rejimdə müvəqqəti gizlədir. Automatically hide taskbar passivdir. Deməli, bu fikir yanlışdır. Tapşırıqlar paneli planşet rejimdə gizlənməyib. Düzdür, planşet rejimində həqiqətən də passivdir. Mouse ekranın sağ küncündə yerləşən Show Desktop düyməsi üzərinə gələndə AeroPic işə düşəcək. Düzdür, Use Pic to Preview əmri aktivdir. Sonra tapşırıqlar paneli ekranın yuxarı küncündə yerləşir. Uşaqlar, bottom aşağı deməkdir. Ona görə 5-ci fikirdə yanlış olacaq. Sonra 26-cı suala baxıram. 20-ci bir də izah edin. Bax, xanım. Deməli, Ctrl düyməsi ilə obyekti sürükləyəndə onun sadəcə sürəti yaradılır da. Ona görə bir səhvdir. 2-də Ctrl Shift həqiqətən də qısa yol yaradır. 3-də Set to-nu göstərdi. Bax, Set to-ya. Əmrin alt əmrlərindən Desktop Create Shortcut həqiqətən də iş masasına obyektin qısa yolunu yaradır. Sonra failin üzərində mouse'un sol düyməsini sıxıb sürükləyəndə bu zaman failin sadəcə yerini dəyişə bilərsən. Sonra 5-də faylın kontekst menüsündəki Create Shortcut elə download qovluğun içərisində qısa yol yaradacaq. Amma sənin məqsədin deməli iş masasında qısa yol yaratmaq idi. Ona görə 5 səhvdir. Sonra 26-cı suala baxıram. İşarə edilmiş əmr vasitəsilə hansı əməliyyat icra edilir? Display Settings iş masasının kontekst menüsündəki müvafiq əmr.
alt əmrlərindən brightness and color ekran parlaqlıq parametrlərini, gecə rejim parametrlərini dəyişir. Scale and layout, scale miqyas dəyişir. Display resolution, əks etdirmə qabiliyyətini təyin edir. Ondan sonra landscape, display orientation, pəncərənin yəni ekranın səmtləşmə istiqamətini təyin edir. Multiple display çox monitorlu rejimlə bağlı parametrləri sağlayır. İndi gəlin fikirlərə baxaq görək, yanlış ya doğru. Parlaqlıq düzdür, əks etdirmə qabiliyyəti düzdür. Ton rəngini dəyişmək artıq bunu personalizdən edirsən. Ton rəsmi də həmçinin personalizdən dəyişirsən, orientasiya düzdür. Bəli, İlker, 23-ə 3-cü dəfə baxacağım, bir də düzələcəm. Deməli, 23-cü sualda kontrol düyməsi basılı halda obyekti sürükləyəndə kopyası yaradılır, yəni sürəti yaradılır. Kontrol Shift və Alt düyməsi ilə sürükləyəndə həqiqətən də qısa yol yaradılır. Context menüdəki Save to-nun alt əmri olan Desktop Create Shortcut yenə iş masasında qısa yol yaradır. Obyekti sadəcə sol düymə ilə sürükləmək onun yerini dəyişir. Faylın Context menüsündəki Create Shortcut bax, download qovluğun içində faylın qısa yolunu yaradır. Amma sənin məqsədin iş masasında yaradılması idi deyə beşidə səhv götürəcəksən. O hardan bilir ki, downloadun içindədir? Çünki məsələnin şərtində deyir ki, Windows əməliyyat sistemində download qovluğunda yerləşmiş faylın iş masasında yarlığını, yəni qısa yolunu yaratmaq üçün doğru olan üsulu seçin. Bu Create Shortcut yenə də həmin qısa yol yaratmır ki, özünü. Bax, Binat. Mən download qovluğundayım. Obyektin üzərinə sağ düymə sıxdım və Create Shortcut dedim. Bəli. Create Shortcut deyəndə görəcəksən ki, elə həmin qovluğun içərisində qısa yol yaratdı. Bir də deyirəm. Mən Create Shortcut deyəndə həmin bu qovluğun daxilində qısa yol yaratdı. İş masasından xəbəri var bu qovluğun hal-hazırda yoxdur. Bir də var. Mən obyekti seçəm, sağ düymə sıxam və burada deyim Desktop Create Shortcut. Onda gəlir iş masasında qısa yol yaradır. Başa düşdün fərqini? Bəli, minnətdaram. Sonra 26, 27, 29. Qovluq piktoqramını dəyişmək üçün Context menünün Properties əmri vasitəsilə açılan pəncərənin hansı tabına müraciət etmək lazımdır? Deməli, uşaqlar, nə deyir? Piktoqramı dəyişmək. Piktoqramı dəyişmək customize-dan həyata keçirilir. Gəlirəm bura, Properties-ə daxil oluram, Properties-də customize-ə daxil oluram. Change icon deyərək, məsələn, piktoqramı təsdiq edirəm və dəyişə bilirəm. Artıq dəyişdi piktoqram. Sonra 29-cu suala baxıram. Deyir ki, aşağıda görsüz pəncərələr üstə yığılır və bunu show stack vasitəsilə həyata keçirə bilərik. Yan-bayan olsaydı, side by side olardı. Küləvari olsaydı, cascade olardı. Sonra, deməli, 29-a qədər başqa sual var idi və 30-cu sualın özü. Bir view əmrindən, yenə view'dur, bayaq izah elədiyimiz, ekran fon şəklini view'dan yox, aşağıda personalizdən dəyişəcəksən. Ekrandakı elementlərin görünüş formaları view'dur. Ekrandakı elementləri ekranın sağ tərəfinə doğru düzləndirmək, deməli, sağ tərəfə düzləndirmə ümumiyyətlə yoxdur, sola düzləndirə bilərik. Ekrandakı elementləri tor xəttə nəzərən nizamlamaq, bu düzdür. Ekrandakı elementləri alt tip ölçüyə görə nizamlamaq bu sort by'dir, yəni view'ya daxil deyil. Sonra ekrandakı elementləri ekranın sol tərəfinə düzləndirmək, bu da düzdür. View'nun alt əmri olacaq.
Uşaqlar, deməli, 30-a qədər başqa sualınız deyəsən qalmadı. 11-ci sual. Deməli, uşaqlar, sistem qovluqlarımız personal folder, yəni istifadəçi qovluq, şəxsi qovluq, disk PC, network və recycle bin bunlar olacaq. Yəni 4 dənə sistem qovluğu var. Sonra indi keçirəm 30-40 aralığındakı suallara. Uşaqlar, 30-dan 40-a qədər suallarınız varsa qeyd edin. TeamViewer arzu sonradan quraşdırılan bir proqramdır və proqramın qısa yoludur. Ümumiyyətlə, bu aşağı, sol aşağı küncündə ox olanlar qısa yollardır. Və bunlar qısa yollardır. Sonra new folder istifadəçi qovluğudur. Sonra bu fayldır, PDF də fayldır. Python dərs 1 bu da istifadəçi qovluğudur. Bunlar da çıxır. Deməli 32, 34. Deməli, daha doğrusu start menünün kontekst menüsü WinX ilə açılır. Win və X-i sıxırsan start menünün kontekst menüsü açılır. Sonra 34-cü sual. Proqram və verilənlərin xarici yaddaşla əməli yaddaş arasında dövr etməsi virtual yaddaş texnologiyasıdır. Virtual yaddaş odur ki, deməli RAM-da yer olmadıqda xarici yaddaşın müəyyən bir hissəsinin RAM kimi istifadə edilməsidir. Bu zaman proqramlar bu RAM ilə müvəqqəti yaradılmış xarici yaddaş arasında dövr edir. Buna da virtual yaddaş texnologiyası deyilir. Sonra 34. Sonra 35, 36. Səs əmrlərinin masaüstü istifadəçi interfeysini idarə etməsini təmin edən NIF tanınması hansıdır? Elə baxanda bilinir ekran danışmanı. Yox, bir dəqiqə, NIF tanınması, hə. Windows NIF tanınma vasitəsilə həyata keçirilir. Sonra 36-cı sual. Deyir ki, Appearance and Personalize menüsünə verilmiş seçimlərdən hansı necə edilə bilər? Ekran temalarının dəyişdirilməsi, bəli, düzdür, personalize-dandır. Qurumların qoşulması, baxın uşaqlar, söhbət kontrol paneldən gedir. Bax, personalize-da deməli, nə deyirik? Ekrana müxtəlif temaların verilməsi, bu düzdür. Ondan sonra yeni qurğuların qoşulması artıq advanced sound-dır, bu heç. Qurğuların xüsusiyyətləri, yenə bunlar da advanced aiddir. Şriftin əlavə edilməsi bir default var. Vaxtın tarixin zamanı regionun təyin edilməsi bu yoxdur. Sistem ehtiyac sürətini yer almaq, bu da sistem security-dədir. Cavab sadəcə deməli 1, 4 edilə bilər, yoxsa edilə bilməz. Cavab 1, 4 ona uyğun əmr ama verilmiş cavablarda 1, qovluqların xüsusiyyətlərinin təyini. Ona dəqiq baxın. File Explorer Options düzdür. Qovluqların xüsusiyyətlərinin təyini də var. Deməli 1, 3, 4'dür. Sonra 37, 38.
Şəklin ekran ölçülərinə uyğunlaşdırılması üçün verilmiş rejimlərdən hansı yanlışdır? Deməli, 6 rejim var. Bunun içində personalizer daxil olar. Deməli, hansı rejimlərdir? Feel, freeze, stress, start, center, spend. Bu rejimlərdir. İndi baxaq suala. Deməli, spend var, fit var, stress, start var, amma details yoxdur. Details file explorer'də görünüş rejimidir. Sonra 38-ci sual. Komiteri yeni işə salan istifadəçi istəyir, fayl düzəndə açıq. Amma sən hər hansı rename əməliyyatı icra edir, sonra bunu ləğv edə bilər, undo ilə. Ləğv edəndən sonra da redo əmri aktivləşir, yəni ləğv edilmiş əməliyyat bərpa edilir. Yox, hər hansı bir əməliyyat yerinə yetirmədən undo və redo aktiv oluna bilməz. Ona görə öncə əməliyyat icra edilməlidir. Sonra əməliyyat icra ediləndən sonra ləğv edilə bilər. Ona görə adicə undo olur. Undodan sonra da redo aktivləşə bilir. Ona görə də adicə redo verilir. Sonra 38. Başqa 40-a qədər başqa sual yoxsa 40-50 arası suallarınızı buyurun verin. Birinci sual. Deməli, 41-ci sualda deyir ki, command tasklar bu sualda səhvlik var uşaqlar. Çünki alt əmri vermir. Ümumiyyətlə bu sualı silin. 43. Sonra 43. Windows 10-da hansı xüsusiyyət istifadəçilərə bir neçə virtual iş masası üzərində işləməyə imkan verir? Task view rejimi bir neçə iş masası yaradaraq onlar üzərində işləməyə imkan verir. Sonra 44-cü sual. Deyir ki, Windows 10-da hansı funksiya yeni açılmış fayllara və tez istifadə edilən qovluqlara tez daxil olma imkanı verir. Deməli, devrəndə File Explorer. Sonra 46. Windows 10-da cavab həm A, həm B deyil. İkisi də tapşırıqlar panelinə yığır. Ancaq Windows həm tapşırıqlar panelinə yığır, həmçinin geri qaytarır. Amma Windows proqram pəncərələrini tapşırıqlar panelinə yığır, sadəcə geri qaytarmır sonra. Amma nəticə etibarilə sualın şərtində sadəcə deyir ki, kombinasiya pəncərələri tapşırıqlar panelinə yığmaq, ona görə həm A-nı, həm B-ni düz götürə bilərsən. Sonra 50-yə qədər başqa sual var, 48 var. Deməli, obyektin qısa yolu ilə bağlı hansı fikir doğru deyil? İstinad etdiyi fayla sürətli keçid təmin edir, genişlənməsi el imkan demişdir. Sonra link sözü nədir? Keçid demək. Oradan yadda saxlaya bilərsiniz. Faylı sıçan sağ düyməsi ilə sürükləyib yaratmaq olar qısa yolunu düzdür. İstinad etdiyi faylla eyni uzantıya malikdir. Xeyr dedi ki, qısa yolun ayrıca uzantısı var. Ona görə desəkdir. Silinən zaman istinad etdiyi fayl silinir düzdür. Sonra 50-ci sual yazmış. 50-ci sual. Mən Deməli, 49 yazmışam, orada yazmışdım 49-a baxarsınız. Prosta onu heç cür başa düşə bilmirəm. O cascade-lə o stack-də səhv salıram. Bir dənə onu da izah edərsiniz. Ümumiyyətlə 49-un özündə desin 2 dənə variant eyni veriblər. atılmış pəncərənin ekranda üst-üstə piləvari yığılması. Hə, 2 variant eynidir. Cavab Burada A A, B, və Y Y-dir. var. Necə? Deyirəm ikisi də A və Y-dir. Hə, A, Y-dir. Yəni, piləvari formada üst-üstə yığılma budur da, bu şəkildə görünür. İndi bir neçə pəncərə açmaq lazımdır. Piləvari üst-üstə yığılmaq bu deməkdir. Sonra 50-ci sual. Sunaya görə faylların yuxarıdan aşağıya doğru sıralandığı görünüş rejimi hansıdır? Baxın uşaqlar.
Ümumiyyətlə obyekt görünüş rejimlərindən extra large, large, medium, small, bir də tight. Bu görünüş rejimlərində obyektlər üfüqi istiqamətdə sıralanır. List, details, contentdə isə yuxarıdan aşağıya. İndi burada bir dənə content qoyulur. Yerdə qalan large, small, medium, tight bunlar üfüqi istiqamətdə sıralanır. Sonra indi 50-60 arasında suallarınızı zəhmət olmasa qeyd edin uşaqlar. 53-cü sual. Verilmiş fraqment hansı web tabına uyğun gəlir? Deməli, File Explorerə daxil olsaq, File Explorerdə View tabında payment qrupu olacaq. Deməli, cavab hara uyğun gəlir? View tabına. Sonra 55-ci sual. Aşağıdakı fikirlərdən hansılar yanlışdır? İstifadəçi qovluqları əksər hallarda sarı olur, düzdür. Obyektlər zip-PC qovluğuna kopyalana bilməz, düzdür. Faylların sürətini qovluqlara köçürə bilir, düzdür. Uşaqlar, qovluqlar faylların içində saxlanmır, fayllar qovluqların içində saxlanır. Ona görə D bəndi yanlışdır. Qovluqları faylların içərisinə kopyalaya bilər. Faylın içində qovluq olmur axı. Qovluq daxilində eyni fayl tipinə malik, eyni adlı iki obyekt yerləşə bilməz, düzdür. Yəni, adı və genişlənməsi ünvan iki fayl yerləşə bilməz. Sonra 57-ci sual. Deyir ki, iş masasının kontekst menü əmrlərinin yenə view-ilə bağlı sualdır. İş masasına daxil olan obyektlərin piktogramlarının ölçüsünü dəyişmək olar. Piktogramları nizamlamaq olar. Ondan sonra daxil olan obyekt iş masası üzərində əks olunmasını təmin etmək olar. Yəni, görünüb görünməməsini. İş masası üzərində olan obyektin müəyyən parametrlərə görə nizamlanması bu software-dir. Bu da view-da deyil, ayrıca bir əmrdir. Ona görə D bəndi yanlışdır. Sonra 57-ni dedik, 59. Baxın uşaqlar, ümumiyyətlə şəkilə aldanmırsınız. Qovluq daxilindəki ümumi element sayı, seçilmiş element sayı vəziyyət seçimində göstərilir. Ümumi 8 element var. Bunlardan 6 dənəsi seçilib. Seçilməmişlər isə yerdə qalan 12 dənə olacaq. Yəni 18 çıxı 16 qalır 12 dənə. Sonra 60-a qədər sual yoxdursa, 60-70 aralığında suallarınızın nömrələrini qeyd edin. 65. Deməli, verilmiş şəklə keçid. Uşaqlar, bunu indi bilmirsiniz nəyin kontekst menüsüdür, amma əmr tərtibi əsasında tapmaq olar. Open file location, bu sadəcə qısa yolda olur. Deməli, qısa yolun üzərində kontekst menü açsaq, shift yapılsaq, bu zaman həmin pəncərə əks olunacaq. Həqiqətən də qısa yol faylın üzərində həmin pəncərə əks olunur, olur. Yəni, cavab ona görə pedəndir. Bir daha onu da izah edə bilərsiniz. Neçə? A variantını. Seçilmiş qovluq üzərində sağ düyünlə sınaqlar. Bax, Renat, qovluğun kontekstinin üstündə Open File Location əmri olunmaz. Çünki qovluq iş masasındadırsa və yaxud da hansı qovluq daxilindədirsə, onun yeri zaten bəllidir. Amma qısa yolun istinad etdiyi obyektin yeri bəlli olmadığı üçün orada Open File Location əmri olur. Sonra 63-cü sual. Deyir ki, Windows-un əməliyyat sistemində iş masasının əsas elementlərinə aid deyil. Deməli, Start var iş masasında, Recycle bin var, Taskbar var, Taskbar Action Center var, amma Library File Explorer-in daxilindədir. Yəni, iş masasının əsas elementi deyil ona görə də. Sonra 66-cı suala baxın. File Explorer proqram pəncərəsində New Link tabının Layout Link qrup əmrlərindən hansı fayl obyektlərin üstün üzrə əlifba sırasıyla nizamlanmasına imkan verir? Üstün üzrə sıralama dedik ki, listə olur, contentdə olur, bir də details olur. Digərlərinin hamısında nə idi? Üfüq istiqamətdədir. Sonra 67-ci sual.
Deməli, File Explorer proqram pəncərəsindən lentin gizlədib göstərilməsi Ctrl F1-dir. Lent deyəndə uşaqlar bunu nəzərdə tutub, bayaq faylda da görmüşdünüz, amma bu lent ribbon Ctrl F1 vasitəsilə gizlədib göstərə bilərsən. Sonra 70-ci sual var. Seçilmiş faylın drag and drop texnologiyası ilə yer dəyişmə. Yer dəyişmə yəni kat etməkdir. Yerini dəyişmək üçün də siz shift düyməsindən istifadə edəcəksiniz. Müəllim olar bir dənə sual var verim ilə bununla bağlı. Kitabda onu biraz deyəsən başqa cür yazıblar ya da mən heç cür kitabda o hissəsini başa düşmürəm. Siz onun kitabda baxmısınız? O hansı ki o drag and drop'un barəsində yazılana. Bu kitabda yoxdur, yəni shiftdən bağlı. Drag and drop texnologiyası sadəcə mahiyyətini izah edir ki, mübadilə buferindən, yəni kat koddan istifadə etmədən obyektin yerini dəyişmək, seçmək və qısalını yaratmaq. Bununla dərsdə ümumiyyətlə biz File Explorer'də öyrəndik ki, obyektin yerini dəyişəndə, yer dəyişmək üçün shift sıxılı vəziyyətdə obyekti sürükləyirsən. O zaman əvvəlki yerindən silinir, başqa yerə yer dəyişilir. Kontrolla sürükləyəndə əvvəlki yerində qalır, sürəti köçürülür, yəni kopya. Alt və Ctrl Shift ilə sürükləyəndə isə qısa yolu yaradır. Bunları ayrı-ayrı öyrənirik. Texnologiya olaraq belə deyim, drag and drop texnologiyasına aid olduğunu məntiqdən müəyyən edirik ki, biz burada kat koddan istifadə etmədən köçürdük, sürətini yaratdıq, yəni sonra yerini dəyişdik. Ona görə də bunlar avtomatik drag and drop texnologiyasına aid olur. Həmçinin bunu Biz, dərs kitablarında da qeyd edirik. biz bunları yadda saxlamaq üçün asan bir yol öyrənmişdik. Yer dəyişmədə ş olduğuna görə shift olur. Kontrolda da k olduğuna görə copy olur. Elə bil hərəsində k var, kontrol olur. Shiftdə isə ş var, yer dəyişmədə ş var. Ona görə elə uyğunlaşdırmışdı. Bəlkə elə çox insan elə yadında qalır. Mənim də elə yadımda qalmışdı. Mən gördüm tələb olanda kontrolu copy ilə yadımda saxlayırdım. Control copy həmişə bir yadda saxlayırdım. Shift-ə yer. İndi bir dənə ş hərfindən bu shift-i yadınızda saxlayın. Alt və Ctrl Shift-ə qısa yoldur. Sonra 80-ə qədər sual var. 70-80 arasında. Bildim, 71 sual olduğunu fərqindəyim. Ondan başqa. Mən bir dənə bu pəncərələr var idi. Snap, bir də pik. Bunların sirkələnməsi falan var idi, bağlanmalarını. Bir də onları izah edərsiniz də. Yaxşı. Dərsin suallar izah edirəm. Baxır, 70-dən 80-ə qədər başqa sual var. Yox. Deməli, uşaqlar, 71-ci sualı izah eləmədən öncə iş masasındakı obyektlərin necə seçildiyinə baxın. Məsələn, shift sıfır vəziyyətdə tutalım, üçüncü bu PDF faylını seçirəm. Shift sıfır vəziyyətdə, məsələn, proqram təminatı faylını seçəndə görürsən, üfüqi istiqamətdə seçim aparır. Yəni, buradan da yadda saxlamaq olar ki, iş masası üzərindəki elementlər üfüqi istiqamətdə seçilir. Bu qaydanı bilərək indi sualımızın izahına keçirəm. Deməli, uşaqlar, Windows'un əməliyyat sistemində iş masasında hər şərqli sırada deyir 6 dənə element olmaqla 30 dənə element var. Şərqli sıra yəni yuxarıdan aşağıya deməkdir. 1, 2, 3, 4, 5, 6. 1, 2, 3, 4, 5, 6. Bu şəkildə 30 dənə deyirdi, ya demək 5 dənə sıra var ki, 5 dəfə 6, 30 edir də. Deməli, 5 dənə şərqli sıramız var.
Bu iş masasındaki elə bir obyektlərin dizilişidir. Deyir ki, əgər üçüncü şartlı sıranın üçüncü obyekti seçilərsə, yəni bunu da başqa gəlmir. Şartlı sıranın üçüncü obyekti seçilir. Daha sonra shift tutucu vəziyyətdə 5-ci şartlı sıranın 4-cü obyekti seçilir. Bu zaman ümumi seçilmiş obyektlərin sayını tapın. Deməli, üfüqi istiqamətdə seçirəm. 1, 2, 3, 4, 5, 6, 7 və 8. Neçə dənə element seçiləcək? 8 dənə. Cavab 8-dir. Uşaqlar, səsinizi bağlayın. Müəllimə, bir də o sonuncu hissəsini başa salarsınız. Zəhmət deyilsə. Tamam. Shift yanaşı obyektlər seçir və iş masasındakı obyektlər də üfüqi istiqamətdədir. Yəni, üfüqi istiqamətdə sayıram da. 1, 3-cü sıranın 3-cü elementi ilə 5-ci sıranın 4-cü elementi də sayıram. 1, 2, 3 üfüqi istiqamətdə. 4, 5, 6, 7, 8. Yəni, üfüqi istiqamətdə düzülür deyə, üfüqi istiqamətdə də seçilir. Əgər kontrol olsaydı Fatimə 2 dənə olardı. Yəni, birinci, üçüncü sıradakı üçüncü element ilə 5-ci sıradakı 4-cü element. Sadəcə o ikisi seçilərdi. Çünki kontrol ayrı-ayrı seçir. Sonra 80-ə qədər başqa sual yoxdursa, 80-dən 90-a qədər sual var. Seksen'den 90'a kadar sual var. 82. sual. Kontrol panelinin hansı bölməsindən əməliyyat sisteminin açılışına parol qoymaq olar user accountdan? Bəs sistem and security nə iş görür? Sistem təhlükəsizlik parametrlərinin sazlanması, sonra verilənlərin ehtiyat nüsxəsinin yaradılması bu şəkildə istifadə edilir. Amma biz parol təyin etməyəcək, user accountdan təyin edəcək. Aydındır. Sonra 90'a kadar sual var. 82, 88. Deməli, hansılar copy və ya delete əməliyyat tətbiq etmək olmaz. Uşaqlar, ayrı-ayrı kataloqlardakı fayllara tətbiq etmək olmaz. Eyni qovluğun içindəki fayllara silmə, kopyalama tətbiq edirsən, amma eyni anda bir neçə fərqli kataloqdakı fayllara müraciət edə bilmirsən. Yəni, nə deməkdir bu? Və məsələn, tutalım, mən copy and cut qovluğunda 2 dənə fayl seçdim. Sonra gəlirəm, mövzular qovluğuna başqa 2 fayl seçdim. Copy and cut-a daxil olsan, görəcəksən ki, seçilmişlər ləğv edilir. Yəni, eyni anda 2 dənə ayrı, 2 dənə üstünə ayrı kataloqda faylları seçə bilmədin, yəni onları nə kopyalaya, nə də silə bilməzsən. Sonra 90'a qədər sual var. Bir də 89-cu variantını izah edərsiniz də. Deməli, iş masasının kontekst menüsündən open əmri ilə nədir? Bir fayl və qovluğu necə açmaq olar? İş masasının kontekst menüsündə open əmri yoxdur, ona görə sən oradan fayl və ya qovluğu aça bilməzsən. Ctrl-Y File Explorer, daha doğrusu Ctrl-Y də olmaz. Deməli, Win olmalıdır. Obyekti seçib mouse'un sol düyməsini bir qaçırtmaqla. Yox, ondan sonra uyğun piktoqram üzərində mouse'un sol düyməsini ardıcıl şəkildə. Hə, bir dənə düzdür də. Bir obyekti seçərək mouse'un sol düyməsini bir qaçırtmaqla açılmış kontekst menüdən. Amma sol düymə ilə kontekst menü açılmır, ona görə B də səhvdir. İş masasının kontekst menüsündəki ümumiyyətlə iş masasının kontekst menüsündə open əmri yoxdur. Uyğun piktoqram üzərində mouse'un sol düyməsini ardıcıl olaraq 2 dəfə sıxmaqla, bu 2 dəfə sıxanda açılacaqdır. Klaviaturadan Ctrl-C düymələr kombinasiyası bu da kopidir. Sonra Bu iş masasında şeylər var ya, bu kontekst menyular. Onların şəkilləri var sizdə. Hə.
Bir də onları zəhmət olmasa qrupa ata bilərsiniz. Yəni Biz mən özümüz üçün havasını çıxardıq. Mən bu gün yazmışdım qrupda. Onun üçün. Yoxsa bu qəbula hazırlaşanda o kontekst menüləri yazmışdım. Hə, əsas kontekst menüləri var deyirsən. Bəli, bəli, zəhmət olmasa bunları atarsınız da. Yox. Sonra başqa sual var 100-ə qədər. Yerə qarşı 92-96. Deməli, seçilmiş faylı drag and drop texnologiyası ilə bax, köçürmə deyəndə ağlımıza nə gəlir? Yəni copy. Sonra 96. Windows 10-da print screen düyməsinin hansı məqsədlə istifadə edilir? Ekran təsvirini mübadilə buferinə göndərmək üçün istifadə edilir. Sonra başqa sual qaldı. Müəllim, ola bir dənə söz soruşuram. Bu print Bəli. screen bildiyimiz bir var klaviaturada olan, bir də var hansı ki o tapşırıq panelinin sağ tərəfində olan hissədə olan. Düymə Bu deyil də, onunla print eyni deyil. tapşırıqlar panelinin sağ tərəfində print screen düyməsi var ki, Yox, orada var ekran görüntüsünü çəkir də, o da screenshot eləyir də elə bir telefondakı kimi. Onunla bu fərqli bir şeydir ki. bilmirsən, full screen snap deyirsən. Ya başqa hansı? PRSG bu klaviaturada da var. Məsəl üçün biz print screen vuranda biz onu məsəl üçün atırıq Word formada işləyirik. Bir də var ki, o hansı ki, bəlkə mən adını düz bilmirəm. Lap aşağıdakı Bəli. paneldə. Açmışam. Hə, Hə, eyni şey görür. Eyni şey görür. görür. Bəs orada çünki o hansı ki o paneldə olan hissədə biz onu mən istəyirəmsə ki, əgər ortadakı məzmunu götürüm, biz özümüz onu orada hansı formaya istəyirik gətirib screen eləyə bilirik də. Yəni hansı ki, burada verə ekran təsvirinin qeyd olunmuş hissəsini mən özüm qeyd eləyə bilirəm ki, bu hissəni götürüm, onu da götürə bilirəm. Onda bu cavab da, onda B də düzgün cavabdır. Deyəsən fikrimi düz izah eləyə bilmirəm. İnşallah düz izah elədim. Tamam, Yəni bax, orada ay sənə, başa düşdüm səni. Print screen, klaviaturadakı print screen bütöv ekranın görüntüsünü mübadilə buferinə əlavə edir. Hətta aha, hal-hazırda heç klik eləyirəm, heç göstərmir də ki, yəni şeydir. hə, götürdüm. Hə. Yəni hansı Bir hissəni? də alt print screen var idi də. Print screen-dən fərqlidir o alt print screen. Print screen səhv eləmirəmsə ekranın təsvirini köçürürdü. Amma alt print screen isə ekrandakı cari pəncərənin təsvirini Bəli, mübadilə buferinə köçürürdü. şeklində çapa göndərirdi. Hə, yəni bilmək istəyirəm ki, məni səhv, yəni mən B variantını götürmüşdüm ki, qeyd olunmuş hissəni də mübadilə buferinə köçürür. Çünki o screenshot var, hansı ki, o paneldə olanda, oradakında vuranda o istənilən hissəni kəsib götürmək olur. Ona görə dedim ki, onda bu sualın cavabı səhv sayılır, yoxsa elə nəzərdə Düymə tutduqları A olan bəndidir. şey, print screen düyməsi, düymə olanda bütöv ekranı götürür. Hə, Demir ki, tamam. yəni, print screen düymədir. Yəni klaviaturadakı düymədən söhbət. Sonra 100-ə qədər sual varsa, 110-a qədər sual yoxdursa, 110-a qədər sual var.